Bura Şəki şəhərində dağ dibindən aşağı düşəndə 12 nömrəli məktəbdən də aşağıda olan bir ərazidə yerləşir. Gördüyünüz evin həyətidir. Həyət kvadratdır. Qapıdan girən yer betondur. Evin qabağında namesi de var. Evin bu hissəsində bildiğiniz zaman sağ hissəsində ayak yoludur. Balaca bir gardırop da var. Əşya zat yığmağa. Dağlara nə gözəl mənzərəsi var. Həyətdən birbaşa. Ev kürsülüdür, 3 daş pilləkəndir. Bu gördüyümüz hissəsinə də beton töküldülər, nəmzat verməsin deyə. Qabağı aynabənd hissə, ağ kərpişlə işlənib, plastik pəncərələr. Evə qapıdan girən kimi zaldır, otaqlar zaldan paylanır. Bir zal, 2 yataq otağıdır. Mətbəx və hamam ayaq yoludur. Bu gördüyümüz zalın polu laminatdır. Laminatın altı taxta, tir, altı da boşdur. Deməli, girəndə üzbüz bir yataq otağı, sağda bir yataq otağı, sol tərəfdə mətbəx və solda hamam ayaq yoludur. Hal-hazırda bu yataq otaqlarından biridir, təmiri yaxşıdır, divarlar aboy, pol, laminat. Yataq otağında arxa tərəfə bir fortuşkası var. Bu hissədə digər yataq otağıdır. Burada yenə pol laminat, divarları aboy. Bunun da arxa tərəfə fortuşkası var. Evin qapıları taxtadır, bahalı qapılardandır. Bu hissədəki aynalar da plastikdir. Hamısı karakterli plastiklərdir, bahalı plastik aynalardır. Bu hissədə mətbəxdir. Mətbəx geniş, rahatdır. Yəni, mətbəxin böyüklüyü yaxşıdır. Kombi sistemi də var otaqlarda. 20 kvadratdan böyük olar mətbəx. Bu hissədə hamam ayaq yolu. Bura ayaq yolusu, əl üzüyən yer. Burada da balaca bir hamam. Sağda. Burada. Bu da hamamı. Duş kabini. Heç bir təmirə ehtiyacı olmayan evdir. Çox səliqəli, rahat.